Salam, bugün ise 7. sınıf biyologiyadan 6.2 ekosistemlerde qida münasibətləri, qida şəbəkəsi mövzusunun və çalışmaların izahını verəcəm. Verilmiş qida zəncirində tırtıl bitkinin yarpağı ilə qidalanır. Tırtıl arı quşu yeyir, arı quşunu isə qızılquş ovlayır. Şəkildəki üçüncü konsumentin yerinə hansı heyvanlar ola bilər? Burada üçüncü konsument qızılquşdur. Məsələn, çaqqal ola bilər, tülkü ola bilər, pişik ola bilər. Bu canlılar başqa bir qida zəncirində də iştirak edə bilərmi? Bəli, iştirak edə bilər. Təbiətdə adətən konsumentlər bir çox canlı ilə qidalanır. Məsələn, tülkü yalnız dovşandan qidalanmır. Həm də tülkünün qidasını quş təşkil edir, həşəratlar təşkil edir, siçanlar təşkil edir. Bu halda canlılar arasında deməli, əlaqə qida şəbəkəsi ilə göstərilir. Burada qida şəbəkəsi göstərilmişdir. Fəaliyyətdə bizdə burada nə istəyir? Herbivor, karnivor və omnivor canlıları və onlar arasında qida əlaqələrini müəyyən edir. Herbivor bitki mənşəli qidalarla qidalananlar herbivorlardır. Burada bitki mənşəli qidalarla qidalanan hansıdır? Siçandır, bitki mənşəli qidalan herbivordur, dovşandır, herbivordur, bir də cüyürdür, herbivor. Sonra karnivor istəyir. Karnivor nədir? Heyvan mənşəli qidalarla qidalananlar. Yaşlı heyvanlarla qidalananlar hansıdır? İlandır, kirpidir, bayquşdur, şirdir, sonra nə deyir burada? Daha sonra da omnivorları deyir, müəyyən edin. Burada omnivora isə kirpilər aiddir. Kirpi çünki həm bitki, həm də heyvan mənşəli qidalarla qidalanır. Qida zəncirində olduğu kimi qida şəbəkəsində də canlılar enerji ehtiyaclarını başqa bir canlıdan və ya özlərinin istehsal etdiyi maddələr hesabına ödəmiş olurlar. Burada düşün, müzakirə et, paylaşa baxaq. Qida şəbəkəsində son halqaların yalnız karnivorlardan. Karnivor nə idi? Yəni heyvan mənşəli qidalarla qidalananlar təşkil olduğunu söyləmək olarmı? Xeyr, olmaz. Məsələn, biz az öncə bu qida şəbəkəsinə baxdıq. Burada omnivorun hansı olduğunu gördük, kirpi olduğunu gördük. Biz burada müşahidə edirik ki, qida şəbəkəsi burada nə ilə bitib? Qida zənciri daha doğrusu nə ilə bitib? Kirpi ilə bitib. Kirpi də omnivordur. Deməli, yalnız qida zənciri karnivordan təşkil olunmur. Həm də omnivordan da təşkil oluna bilər. Yəni, bu yanlış fikirdir. Düşün, müzakirə etin fikri yanlış fikirdir. Öyrəndiklərinizi tətbiq edin. Şəkildə verilmiş canlılar və qida şəbəkəsinə aid sxemi nəzərdən keçirin. Sonra keçin müzakirəyə. Deyir ki, şəkildəki hansı canlı bu qida şəbəkəsinə aid deyil və nə üçün? Qida şəbəkələrinə baxırıq ümumiyyətlə bu heyvanlara. Burada yalnız su ekosisteminə aid olan delfindir. Deməli, delfin bura aid deyil. 2-yə baxaq. Sxemdəki rəqəmlərin yerinə hansı canlılar uyğun gəlir? Sxemə diqqət yetirək indi burada. Sxemdəki canlıların yerinə deyir, hansılar uyğun gəlir? Burada məsələn 2-yə yazaq ot. Ot. Cüyür otla qidalanır da elə. Bəs cüyürü nə yeyir? Cüyürü isə bəbir yeyir. Daha sonra otla qidalanan məsələn keçi. Keçini də nə yeyir? Canavar yeyir. Daha sonra deməli otla qidalandı şala. Şalan nə yeyir? Quş yeyir. İlan da quşu yeyir, belə deyə bilərik. Daha sonra cüyür, keçi, daha doğrusu ot, şala, sığırçın və nə olacaq indi burada? Pişik olacaq. Pişik. Bu şəkildə. Daha sonra öyrəndiklərinizi yoxlayına baxaq indi. Verilmiş qida şəbəkəsi ilə əlaqədar sualları cavablandırın. Kəpənək neçə qida zəncirində yer alıb? Kəpənək burada hansı qida zəncirində yer alıb? Kəpənəklə qidalanıb nə? Quş və daha sonra nə qidalanıb kəpənəklə? Qurbağa. Deməli, kəpənək 2 qida zəncirində yer alıb. Qeyd edək, 2 qida zəncirində yer alıb. Hansı canlılar herbivordur? Herbivor nə idi? Bitki mənşəli qidalarla qidalananlar. Burada hansı canlılar herbivordur? Məsələn, dovşan burada herbivordur. Çiçəkli bitki ilə qidalanıb. Daha sonra kəpənək burada herbivordur. Quş burada herbivordur. Ən uzun qida zənciri hansıdır? Qida zənciri ümumiyyətlə 3-5 halqadan təşkil olunub. Baxaq, ən uzun, yəni 5 halqadan ibarət olan hansıdır? 1, 2, 3, 4, 5. Bu qida zənciri ən uzunudur. Çiçəkli bitki ilə qidalana bilən canlılardan neçəsi omnivordur? Çiçəkli bitki ilə qidalanan canlılardan neçəsi
omnivordur. Omnivor nədir? Həm bitki, həm də heyvan mənşəli qida ilə qidalanan. Burada çiçəkli bitki ilə qidalananlardan biri də ayıdır. Baxın, ox gəlib ta ayıya qədər. Çiçəkli bitkidən ox gəlib ta ayıya qədər. Çiçəkli bitkilərdən biri, yəni ayı omnivordur. Ən qısa qida zənciri neçə halqadan təşkil olunmuşdur? Ən qısası 3 halqadan təşkil olunur. Məsələn, baxaq, çiçəkli bitki nə yeyir? Quş, quşu daha tülkü. Daha sonra çiçəkli bitki, dovşan, ayı. Belə bu şəkildə deməli qida zənciri minimum 3, maksimum isə 5 halqadan ibarət olmuş olur. Kanalıma dəstək olmağı unutmayın. Sağ